Salam, sabah xeyir olsun. 5 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 76-cı günü, Zülhiccə ayının 19-cu günüdür. İyun ayının ilk həftəsinin ilk cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə ibadətlərimiz qəbul olunsun. Bu günümüz can sağlıqlı, gözəl, xoş xəbərlərlə zəngin olan, gözəl bir gün olaraq keçirmiş olaq. Amin inşallah. 5 iyun günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə məşğuldurlar, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, gözəl, xoş xəbərlərlə zəngin, dolu olan, eləcə də sülhəmnamanlıqlı, firavanlıqlı, gözəl, bol bərəkətli, dinc qulaqlı bir gün keçirməyi hər birimizə arzu edirəm. Bununla yanaşı 5 iyun günündə kimlər təhsili ilə məşğul olurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan şəxslərin hər birinə can sağlığı, zehn açıqlığı, yol açıqlığı, iş avadlığı, uğurları arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar olaraq yetişmələrini arzu edirəm. 5 iyun günündə kimlərin rəhmətə gedənlər var. Allahdan rəhmət diləyirəm. Qalanlarına can sağlığı, səbir diləyirəm. 5 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Cümələr mübarək olsun. Can sağlıqlı, xoş xəbərlərlə zəngin, dolu, dinc qulaqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. 5 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 5 iyun günündə də tarixi günlər vardır. Tarixi günlər bunlardır. 5 iyun üçün 5 iyun 1257-ci ildə Polşa, Krakov şəhər hüquqlarını qəbul etdikləri gündür. 5 iyun 1832-ci ildə Parisdə tələbələr qiyam etdikləri gündür. 5 iyun 1942-ci ildə 2-ci Dünya Müharibəsi ərəfəsində Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Macarıstan və Rumuniyada müharibə elan etdiyi gündür. 5 iyun 1982-ci ildə Sophie Loren 17 gün həbsxanada yatdıqdan sonra İtaliyanı tərk etdiyi gündür. 5 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Norveç arasında diplomatik əlaqələr qurduğu gündür. 5 iyun 1998-ci ildə Open Direksiya Proksiya rəsmi olaraq fəaliyyətə başladığı gündür. 5 iyun 2006-cı ildə Serbiya və Çernogoriya dövlət müstəqilliyini elan etdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.